Deyir Qabil 40 nəfər blogeri bir araya yığacaq. Qardaş yıxsın amma qətiyyət yoxdur. Qətiyyət. Mən bir söz demirəm ki. Mən Allah'ın olsun bir söz demirəm. Qətiyyət yoxdur. 40 nəfər yox, istəyirsən 4 milyonu yığcınam bir yerə. İstəyirsən nə 8 milyard dünyada nə qədər adam var, yığ başına. Qətiyyət olmayandan sonra, orada həqiqətin özü olmayandan sonra, dürüstlük olmayandan sonra, yanına 40 nəfər yığsan nə olacaq ki? Yığışmışdılar da o vaxtı. Cəbhəçilər, özünə bloger deyənlər, Mirzəlisi, Qabili, Fuadı, Qəniməti, Turalı yığışmışdılar da bir yerə. Sevinç də onun içindəydi. Nə oldu bəs? Nə oldu? Niyə parçalandılar? Çünki qətiyyət yox idi. Bir-birlərinin səhvini üzlərinə demədilər. Dedilər, mən Qabilin evində çörək kəsmişəm, ona hesablaya bilmərəm. Niyə? Başa düşənmədim mən. Hə? Tüpürərəm o çörəyə mən. Mənim əqidə yoldaşım oyun oynayacaq, yalancılıq eləyəcək. Xalqı ələ salacaq, mən ona bir söz deməyəcəm ki, onun evində çörək kəsmişəm. Tüpürərəm o çörəyə mən. Başa düşdünüz? Amma bunlar demədilər. Demədilər. Niyə? Hamısı bir-birinə şərait yaratdı, bir-birinə yol açdılar ki, istədiyi oyunu oynasınlar. Oynadılar da. Qabil bir cür oyun oynadı, Orxan bir cür, nə bilim, Elşad bir cür, o birisi bir cür, Qənimət bir cür. Hamısı bir-birlərinə yol açdılar. Belə olan halda necə birliyə ayaqda qala bilər? Qala bildi mi? Qaldılar mı? Yox. Amma vaxtında qətiyyətli olsaydılar, düz əyri desəydilər, haqqa olduğu kimi haqq desəydilər, nahaqqa da olduğu kimi nahaq desəydilər, onda parçalanmazdılar. Onda çox şeyə nail olardılar. Amma eləmədilər. Oyun oynadılar.